Qadından qadın iyisi gələr, içki yox. Yəni o necə ətirdir. Siz deyin, izah verin, biz də bilək. Bu qadını boksun içinə qoymaqdan çıxaq da artıq. O bəsdirin də. Qadına danışmaq olmaz. Qadına yüksəkdən gülmək olmaz. Məsələn, mən yüksəkdən gülən insanam. Qadına rəqs eləmək, oynamaq olmaz. İçmək olmaz. Siqaret çəkmək olmaz. Ki bu hər kəsin özünün seçimi və qərarıdır. Bu mənə aid deyil. Qadına ancaq nə yaraşır? Nə olmaq, müqəddəs olmaq və ana olduqdan sonra da yəni qurban kimi göstərmək özünə yaraşır da mən belə başa düşürəm. Qadın olmaq nə deməkdir? Bunun başı qaydasını kim müəyyənləşdirir? Hadice Qaynananın kinosuna baxmısınız da yəqin ki. Orada Nəsibə Zeynalova əlində nə var? Oturub dörd divarın arasında deməlidir. Ərim də ərim, ərim də ərim. Ərim gəlsin, ayaqlarına düşüm ki, bu da normaldır. Amma birinci qadının özünün mənəm deməlidir. Qadına ilk səs vermə hüququ bizdə verilib. İlk opera bizdə yazılıb qadın tərəfindən. Qadınlar özləri bilər. İstəyirlər azad olmaq, olsunlar azad. İstəyirlər evdə oturmaq, otursunlar evdə.